Günel Əfəndi qızı. Bir ay yaxındır ki, Yevlax nömrə 1 FUB-da işləyirəm. Ayın 5-i 12-ci ay 2025-ci il tarixində işə getdim. Elə bir şey piyada getdiyim üçün yorğun idim. Getdim oraya işə, iş yerinə daxil olarkən gördüm iş yoldaşlarım akvaryum var, onun üçün təmizləmə işinə məşğuldular. Çıxdım yuxarı, girdim içəri, qoxuna tərəfə. Üstümüz adımı dəyişəndən sonra oturdum bir stəkan çay içmək üçün. İş yoldaşım qayıtdı mənə dedi ki, durmaya bir dənə əski gətir. Akvaryumun içini təmizləmək üçün. Sonra mən ona bildirdim ki, bir stəkan çay içeyim, 5 dəqiqə dayanandan sonra əskini gətirərəm də. Sonra bana təkrar bir də əsəbi formada dedi ki, sənə demirəm, dur əskini gətir, yəni əmr formasında. Mən də qayıtdım dedim ki, niyə belə mənə aqressiv danışsan da, yəni kimsən sən mənə əmr eləyəsən. O mənə qayıtdı dedi ki, mən səni bu dəqiqə işdən çıxartacağım, buranın yiyəsi mənəm. Mən dedim ki, sən kimsən ki, məndən bu formada danışırsan da, yəni buranın yiyəsi var, yəni sən burada mənim kimi işçisən, ofisiyant işləyirsən. O da qayıtdı ki, mən buranın yiyəsiyəm. Üçüncü səfər yenə mənə aqressiv danışdı. Dedi, yenə dur, saat demədim, belə qışqıraraq, yəni müdür kimi də, yəni mən əmrlə, növbünə mənə dedi ki, dur sənə dedim əskiyyəti, yoxsa axırı pis qutaracaq. Sonra gördü ki, mən bunu eləmirəm, bunu dediklərini. Əsəbi formada mənim uşaqlarımın, evlatlarımın adını çəkərək mənim tərəfə nalayiq ifadələr işlətməyə başladı. Mən də bunu dözməyərək, yəni yaxınlaşdım bu xanıma ki, sən nə demək istəyirsən deyəndə qayıtdı mənim üz nahiyəmə, yəni 5 barmağın 5-indən də başladı zərbə endirməyə. Gördü ki, mən başımın huşunu itirirəm yavaş-yavaş. O dəqiqə başladı bundan istifadə edib məni yerə yıxıb başımı betona döyməyə ağır zərbələrlə. Yəni yanımda administrator var idi. Administrator da yəni araya girdi ki, ayrılsın, amma çox soyuq vəziyyətdə girdi. Yəni 2 dənə kişinin arasında o qız məni o vəziyyətə saldı. Bir müddət 10 dəqiqə məni yerə döyəndən sonra ətrafımdakı kişilər də, yəni o yanındakı müştərilər və yaxud da yanında 2 dənə administrator da var idi. Bir dənə xanımı saxlaya bilmədilər güya ki. Yəni icazə verdilər ki, mən amansızcasına döysün. Sonra mən 10 dəqiqə məni yerdə döyəndən sonra, o da video görüntülər də var, kameralar da var ki, çəkilişlər də var. Döyəndən sonra mən bir müddət durdum ayağa, yoldaşımı yığaraq kömək çağırmaq istədim ki, yəni mənə bu vəziyyətə salıb da, yoldaşıma zəh çatmadı. Mən düşərək yerə aşağı düşdüm ki, yoldaşımı çağırım, gördüm yolun o tərəfində yoldaşım dayanıb. Mən də yoldaşımı çağıraraq dedim ki, yəni mənə bu vəziyyətə salıb da. Yoldaşım qalxdı yuxarı ki, niyə mənim yoldaşım, ay xanım, niyə bu yoldaşım bu vəziyyətə salınsa, o da qışqıraraq onun üstünə hücum elədi ki, yaxşı eləmişəm, buranın yiyəsi mənəm. Yaxşı eləmişəm, təzədən yenə mənim üstümə cumaraq, mən təzədən eyni vəziyyətdə göz nahiyələrimə, sifət, burun nahiyələrimə zərbələr endirərək başımı yerə vurdu təkrar yoldaşımı həmin Vidadi ilə Fazil adlı şəxs tutaraq ki, yəni arxaya döyə bilsin də bu qız bunu. Onlar administratorlardır. Vidadi saxladı ki, yoldaşımı qoy, qız yoldaşım bunun qabağına durmuş ki, yəni çeyləməsin, yəni vurmasın. Orada qavyan da var idi, administratorlar da var idi, ətrafımızda başqa müştərilər də var idi. Onlar yəni qorxularına yaxınlaşmadı. Amma administrator hal-hazırda mənim yanında işləyən işçidir, yəni mənim kimi maaş alan işçidir. Yəni müdürün işçiləridir, amma buna baxmayaraq da yəni o xanımı müdaxilə etmədilər. Sanki ürəkli, yəni mənə döyməyinə icazə verdilər. Yəni 2 dənə kişi bir dənə xanımı saxlamamaq nə deməkdir? Yəni güc çatmamaq nə deməkdir? Bunlar mənə döydü, təzədən yenə eyni zərbələrlə, qız mənim üstümə cumaraq, mənim halım pisləşmişdə, koftam zadım cırılıb, paltarım zadım, yəni pis gündə, mən o tanıdığımdan, yəni ardıyla mənə döydüyü video görüntülər var, yəni amansızcasına mən nətə başımı betona döyürdüsə, onlar da qıraqdan yoldaşımı tutaraq ki, yəni bu öz bildiyi kimi eləsin də bunu, qisas almaq niyyəti ilə məndən. Mən gözümə zərbələr endirəndən sonra özümü itirdim, ürəyim getdi, qanım töküldü oralara. Sonra bir saatdan sonra, bir saat məni döyəndən sonra xanım. Nicat müəllim, müdürümüz Nicat müəllim həmən yerinə məni həmən döyən momentdə gəldi. Gələndən sonra da gəldi, gördü ki, davadır, qırğındır. Təzən həmən qız müdürün yanında, Nicat müəllimin yanında, yəni müdürümüzün adı Nicatdır. Nicatın yanında da gəldi, təzən mən bir də hücum elədi, bir də döyəndə. Müdür də buna elə reaksiya vermədi, yəni ki, pis reaksiya vermədi, yüngül reaksiya verdi. Bana da deyirdi ki, siz çıxın gedin evinizə şikayət eləmədi, yəni istəyir ki, ört bastır olsun bu işin üstü. Elə bir ki, orada adam döymürlər də, elə bir şey, sakit reaksiya verdi, elə bir belə ağır reaksiya vermədi. Müdür hər şeyə göz yumur.
Bunları hamısını eləyəndə elə o müdür oldu. Yüngül bu qədər dərəcəyə çıxardanda, bu işçilər bu qədər dərəcəyə çıxardanda hamısını o Nicat müəllimdir. Ki nətə yəni gözünün qabağında adam döyürlər, bu heç bir tədbir görə bilmir. Qızları yola saldı. Qızları yola saldı ki, çıxın gedin evə. Yəni ki, ört basır olsun da bu iş bilinməsin. Bana demirdi ki, başının üstündə 2 dənə kamera var. Yəni mənə döyəndə orada yanında administratorlar olub. Heç bir müdaxilə eləmədi ki, qoy bu qızı rahat şəkildə döysün bu işgəncə ilə. Mən başıma neçə dənə zərbələr aldım. Gözüm bu halda düşdü. Burnumun neçə yerindən qırığı var. Əlim barmağımda çıxıqlar var. 3 dənə barmağımın içi də çıxıqdır. Sonra müdür mənə dedi ki, çıx get evə, məndən şikayət eləmə. Mən də dedim ki, nəyə görə şikayət eləmə? Mən bu qədər zərbə yemişəm sənin işçin tərəfindən. Qeyri-qanunsuz bizi burada işlətir, səssiz çıxmasın. Niyə görə ki, mən canımdan artıqdır, nəysə iş mənim. Bu müdür özünün işi yaxşı geçsin deyənə bizi orada işlədirdi ki, yəni nəsə hadisə olanda da deyirdi ki, bizə səsizi çıxartmayın. Yəni sizə nə deyir desinlər, əxlaqsız sözlər də desələr, səsizi çıxartmayın. Məni döyən xanıma neçə dəfə əxlaqsız sözlər deyirlər, müdür ört bastır eləyibdir, qapalı yerdə siqaret çəkilə buna icazə verilir, söyürlər buna icazə verilir, qalyan çəkirlər buna icazə verilir. Öyle dəfələrlə şikayət gəlib ki, bu ətraf qonşularda ora elə bir şey elə yerdir ki, cəmiyyət içində ailə yaşayan yerdir, səs-küy olmaz, orada səs-küy icazə vermirlər, saat 2-yə 3-yə kimi fəaliyyət göstərək vaxtları olur, bunu ört bastır eləyir ki, yəni ki, mən işim geçsin, siz canınızdan olsanız da mən işim geçsin. Buna hansı qanun qaydada icazə var? Mən orada masasında döyüldüm, müdür bir dəfə səs çıxmadı, bir dəfə maraqlanmadı ki, mən işçimə nə olub, başına nə iş gəldi bundan sonra. Heç kim maraqlanmadı. Bunu oranın müdürü maraqlanmalıdır. Maraqlanmadı ki, yəni nətər oldu da, nətər olmadı. Bu mənim obyektimdə baş vermiş bir işim, məsuliyyət daşımadı, heç bir məsuliyyət olmadı. Heç bir məsuliyyət daşımadı ki, mən işçimin başına bu iş gəlib, mən nəsə köməklik göstərim, yox. Heç bir 3 dənə qız işlədi, qızı orada nə qədər də söyləsə, durub döysələr də yenə də ört bastı eləyən bir şeydir. Yəni ki, mənim xahişimdir ki, mən dəyən ziyanı o xanım, bir də müdür ödəsin. Ki, mən ağır zərbələr almışam, başımdan travma almışam mən. Mən neçə gündür işsizəm, mən evimə çörək gətirə bilmirəm, mənim 2 dənə azyaşlı evladım var, mənim uşaqlarım var. Gözümdən travma almışam, gözümün bu ətraf qaraltısına görə mən çölə çıxıb iş axtara bilmirəm hal-hazırda. Mən neynəməliyəm? Mənə dəyən ziyanı bunlar ödəməlidir. Həm mənəvi, həm maddi ziyan deyil, psixologiyama güclü təsir edən, beyin nahiyələrimə güclü təsir edən, yəni amansızlıqla döyülmək faktı və əlimdə videolar da var ki, mənim qız nə formada döyübdür, qıraqdakı administratorlar da göz yumdu buna ki, rahatlıqla döysün. Halbuki onlar müdaxilə edə bilərdilər ki, məni o formada döyməsin də, yəni. Mənə həm maddi, həm mənəvi ziyan deyib. Barmaqlarım saatı 5 hərəkət edə bilmirəm. Ya da çölə çıxa bilmirəm ki, mən çıxıb bir, yəni haradasa iş tapıb işləyim, mən uşaqlarıma çörək yaparım. Mən xahişim odur ki, aidiyyatı qurumlardan mənə dəymiş mənəvi maddi ziyanı, bu mənə edilən haqsızlığı göz yummasınlar da, yəni mən köməklik eləsinlər ki, mən həm maddi mənəvi edilən ziyanı ödəsinlər qarşı tərəf. Mən bunu xahiş edirəm sadəcə, mən xahiş edirəm. Bu nömrədə qanunsuz işlər çoxdur. Yəni ki, az yaşlı uşaqlar gəlir, orada qalyan çəkir, 3 dənə xanımın yanında əxlaqsız sözlər danışırlar. Yəni bunu administratorlar göz yumur. Sual verəndə ki, niyə ki göz yumursunuz, niyə tədbirini görmürsünüz? Deyirlər, siz başınızı sallayın, çıxın gedin. Yəni siz bəndə olmayın da, yəni sizlər nə qarşılarda, nə nəsələrdə bəndə olmayın. Mən sizdən ayət qarşıda xahiş edirəm ki, mənim bu vəziyyətimi ictimailəşdirəsiniz və mənə köməklik göstərəsiniz, aidiyyatı qurumlara çatdırasınız.